Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün miksersiz tez başa gələn pambıq kimi yumuşaq qozlu tort hazırlayacağım. Əminəm ki, siz də mənim bu reseptimi çox bəyənəcəksiniz. Başlayaq hazırlamağa. Əvvəlcə qabın içərisinə otaq temperaturunda olan 4 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 cimdik duz və 1 ədəd vanilin əlavə edib çırpıcı ilə yaxşıca qarışdırıram. Kənarda 1 stəkan qatığın üzərinə 1 çay qaşığı soda və 1 çay qaşığı alma sirkəsi tökürəm. Alma sirkəsini üzüm sirkəsi ilə də əvəz etmək olar. Yaxşıca qarışdırdıqdan sonra onu da yumurtanın üzərinə tökürəm. Stəkanın 4də 1-i qədər duru yağ əlavə edirəm. Bir stəkan üyüdülmüş qoz ləpəsi və 200 ml stəkanla stəkan yarım un tökürəm. Ərzaqları yaxşıca qarışdırıram. Soba listinin içərisinə yağlı kağız qoymuşam və xəmiri soba listinin içərisinə tökürəm. Qeyd edim ki, listin ölçüsü 22 sm-dir. Tortu əvvəlcədən qızdırılmış 170 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Krem üçün qabın içərisinə 150 qram yumuşaq yağ tökürəm və qaşıqla əzirəm. Bunu mikserlə də edə bilərsiniz. Mən miksersiz hazırladım. Belə də çox gözəl alınır. Yağı tam əzdikdən sonra içərisinə qaynadılmış, qatlaşdırılmış süd tökürəm. 1 yemək qaşığı əlavə edib qarışdırıram. Daha sonra isə yenidən 1 yemək qaşığı da əlavə edirəm. Yəni 150 qram yağ üçün 2 yemək qaşığı qatlaşdırılmış süddən istifadə etdim. Gördüyünüz kimi kremimiz hazırdır. Tort da bişib soyduqdan sonra kənarlarını kəsirəm və 2 hissəyə bölürəm. Bir hissənin üzərinə hazırladığım kremin yarısını tökürəm və hər tərəfinə gələcək şəkildə yayıram. Üzərinə kəsdiyim hissəni yerləşdirirəm və tortun kənarlarını, eləcə də üzərini kremləyirəm.
Kənarlarını rəndədən keçirib ovuntu hazırlayıram. Hazırladığım ovuntunu tortun üzərinə, kənarlarına tökürəm və tort hazır olduqdan sonra 1 saat soyuducuda gözlədirəm. Daha sonra isə kəsib sizlərə göstərirəm. İnanın xanımlar, pambıq kimi yumuşaq, dadlı bir tort alındı. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.